Erdoğan, Amerika Birleşmiş Ştatları liderini dünyaya nümunə göstərdi. Trump'ın qərarı alqışlandı. Türkiyə prezidenti qeyd edib ki, Trump'ın Suriyaya qarşı sanksiyaların ləğvi barədə qərarı tarixi əhəmiyyət daşıyır. O əminliyini ifadə edib ki, bu qərar Suriyaya qarşı hələ də sanksiyalar tətbiq edən digər ölkələr üçün nümunə olacaq. Müxtəlif sahələrdə yeni investisiya imkanları yaradacaq. Erdoğan həmçinin bildirib ki, Türkiyə Suriyanın sabitliyi və rifahı üçün səy göstərir. Onun sözlərinə görə yeni Suriya hakimiyyəti regional ölkələrlə əməkdaşlıq eləyir və Suriya öz qonşuları üçün təhlükə yaratmır. Bundan əlavə o vurğulayıb ki, Türkiyə Suriyanı terror təşkilatlarına, xüsusilə IŞİD-ə qarşı mübarizədə dəstəkləməyə davam eləyəcək. Erdoğan, Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının həm liderlər səviyyəsində, həm də texniki səviyyədə dərhal başlanmasına çağırır.